Hər birinizə salam, dəyərli şagirdlər. Mən bu videoda sizinlə adi və onluq kəsrlər dərsinin izahını paylaşacağam. Çalışacağım adi və onluq kəsrlərə aid bütün qaydaları, nə ki lazımdır, hər birini göstərim. Və bundan əlavə də nümunə suallar da yazaraq nümunələr üzərinə daha da möhkəmləndirəcək qaydaları. İlk öncə başlıq ilə adi kəsir anlayışından. Nədir adi kəsir? Bilirik ki, adi kəsir dedikdə n bölünsün n şəklində göstərilir. Bu ifadə adi kəsirdir. Amma burada diqqətli olduğumuz nədir? Burada hər ikisi natural ədəd olmalıdır. Yəni, belə deyək, mənfi olmaz. Məsələn, mənfi 3/2 adi kəsir deyil. Amma elə 3/2 özü adi kəsirdir. M və N hər ikisi natural ədədlər çoxluğuna daxil olmalıdır. Daha sonra adi kəsirləri, məsələn dediyimiz kimi 3/2, 5/7, məsələn 10/10, bunlar hər biri adi kəsirlərdir. Amma adi kəsirlər özləri amma dediyimiz kimi müsbət olmalıdırlar. Mənfi ola bilməzlər. Adi kəsir ümumiyyətlə kəsir anlayışı nədir? Yəni nəyə görə biz buna deyirik kəsir? Məsələn, bir tam hissə, bir tam deyək ki 4 yerə bölünür və yaxud da 4 deməyək, belə də bölək. Belə. Gördüyümüz kimi 8 hissəyə bölünür və biz bunun 8 hissənin ikisini rəngləyəcəyik. Bu bizə rəngli hissə bizə nəyi ifadə edir, nəyi göstərir? Və yaxud da rəngli hissəni hansı kəsirlə ifadə edəcəyik? Neçədən hissəyə bölünüb? 8 hissəyə. Bunlardan neçəsi rənglidir? İkisi. Deməli 8-də, yəni bir tamın 8-də 2 hissəsi rənglidir. Həmişə aşağıda, yəni məxrəcdə olan tamın neçə hissəyə bölündüyünü göstərir. Sürət isə onun hansılarının, neçəsinin götürüldüyünü. Bəs rənglənməmiş hissəni necə götürəcəyik? 8-də 6 kimi qeyd edib və yaxud da ki, göstərəcəyik. Sonra, bəs yaxşı, kəsirlərdə ümumiyyətcə sürət, məxrəc bunlar nədir? Deməli, deyirik ki, n bölünsün m şəklində olan adi kəsirlərdə n bizə göstərir sürəti, n bizə göstərir məxrəci, bu isə olacaq kəsir xətti. Və elə burada yerində göstərmək istəyirəm ki, kəsir xətti ümumiyyətcə bölmə əməlliyini əvəz edir. Yəni, nə deməkdir? M-də n, biz bunu oxuyuruq, M-də n. Yəni, məsələn, 5/3. 5/3 birinci məxrəc deyirik. Bunu biz n bölünsün m şəklində də yaza bilərik. Yəni, bölmə, daha doğrusu kəsir xətti bölmə əməlini əvəz edə bilər. İndi danışaq biraz düzgün kəsirlərdən, düzgün olmayan kəsirlərdən. Ümumiyyətlə, adi kəsirlər özləri belə deyək, qruplara ayrılır. Yəni, sürət və məxrəcin arasındakı bölünmə kiçikliyinə görə biz onu düzgün və düzgün olmayan kəsirlərə ayıra bilərik. Nədir düzgün kəsirlər? Düzgün kəsirlər sürət kiçikdir məxrəcdən. Məsələn, n bölünsün m şəklindədirsə, n m-dən kiçik olmalıdır. Deyir ki, sürəti məxrəcindən kiçik olan kəsirlərə düzgün kəsirlər deyilir. Düzgün kəsirləri, məsələn, nümunə göstərək. 5/2. Baxaq, sürəti məxrəcindən kiçikdir. 7-də 4. Məsələn, 100-də 3 və yaxud da 36. Yəni, bu şəkildə də yazmaq olar. Bunların sürətləri məxrəclərində kiçikdir. Ona görə bunlar oldu düzgün kəsirlər. Düzgün kəsirlər həmişə, yadınızda saxlayın ki, düzgün kəsirlər 0-dan böyükdür. N bölünsün m əgər düzgün kəsirdirsə. Düzgün. Kiçikdir 1-dən. Yəni, düzgün kəsirlər 1-dən kiçik olurlar. Vahiddən kiçik olurlar həmişə. Sonra düzgün kəsirlər haqqında məsələn bir nümunə yazaq. Kitabımızda da, test toplusunda da var. Bizə deyir ki 7, 8A və 786. Buna başqa bir nümunədə yazacağım. Bu kəsirin düzgün kəsir olması üçün
A-nın ala biləcəyi qiymətlərin sayını tapın və yaxud da cəmini tapın. Bizə bu kimi nümunələr, suallar verə bilər. Məsələn, biz bilirik ki, dedik düzgün kəsirsə sürət məxrəcdən kiçik olmalıdır. Yəni 7-8A bir ədədi 786 ədədindən kiçik olmalıdır. 786-dan kiçik. A-nın yerinə yazsaq, 0 yazsaq 780, bəli 786-dan kiçik. 1, 2, 3, 4, 5. Amma 6-nı yaza bilmərik. Ona görə çünki bərabər olacaqlar. Belə bizdə hansı neçə dənə məsələn neçə həlli var, neçə dənə A-nın neçə qiymətində kiçik olar, bu kimi suallar verə bilər. Sonra bir nümunədə yazmaq istəyirəm. Deməli 7A üstəgəl 6 bölünsün 20. Kəsiri düzgün kəsir olar. A-nın neçə natural qiymətində? Dediyimiz kimi düzgün kəsir olması üçün 7A üstəgəl 6, yəni sürət kiçik olmalıdır məxrəcdən. Keçir sağ tərəfə 7A kiçikdir. Deməli 20 çıxılsın 6-dan. 7A kiçikdir 14-dən. A kiçikdir 2-dən hər tərəfi 7-yə böldük. Deyir ki, bizə A-nın neçə natural qiymətində və ya da hansı natural qiymətində? Elə desək daha məqsədlidir. A-nın hansı natural qiymətində? Burada da bilirik ki, A 1-dən 1 ala bilər. Çünki 2-dən kiçik 0, 1, 0 natural ədəd deyil. Mənfi 1-lər filan, onlar heç natural ədəd deyil. Onlar tam ədədlərdir. Yəni, burada 0-da natural ədəd olmadığına görə 1 dənə ödəyir sadəcə 1-in özü. Belə, əlavə də buradan hələ ki bu. Yəni digərləri də demək olar ki, bu tipdədir. İndi keçirik, danışırıq düzgün olmayan kəsirlərdən. Düzgün olmayan kəsirlər nədir? Düzgün olmayan. Deyirik ki, düzgün olmayan kəsirlərin sürət, məxrəcə, sürət, bir dəqiqə belə də yazım, məxrəc. Sürət ya məxrəcdən böyükdür, ya da sürət məxrəcə bərabərdir. Məsələn, yazıram ki, 7-də 9 gördüyümüz kimi sürət məxrəcdən böyükdür. Və yaxud da 7-də 7 və yaxud da 101-də 153. Gördüyümüz kimi sürət məxrəcdən böyükdür. Və yaxud da ki, 153-də 153. İstədiyimiz qədər yaza bilərik. Bəs yaxşı, burada nəyə diqqət etməliyik? Görürük ki, uşaqlar, deməli, düzgün olmayan kəsirlər, düzgün olmayan kəsir ya 1-ə bərabərdir və yaxud da ki, elə belə yazaq da 1-ə bərabər və 1-dən böyükdür. 1-ə bərabər nə vaxt? Məsələn, 7-də 7 kəsiri 1-ə bərabərdir. 153-də 153 kəsiri 1-ə bərabərdir. Amma bunlar hər biri 1-dən böyükdür. Baxın belə. İndi burada bir şey demək istəyirəm. Baxın. Məsələn, 7 böl 7 bərabərdir 10 böl 10-a. Bərabərdir 101-də 101-ə. Bərabərdir 2003-də 2003-ə. Yəni, bunlar hamısı bir-birlərinə bərabər. Çünki hamısının qiyməti nəyə bərabərdir? Hamısının qiyməti 1-ə bərabərdir. Gəlin bir dənə nümunədə yazaq buna aid. Belə işarələyirəm nümunələri ki, PDF-dən lazım olarsa baxa bilərsiniz. Deməli, bizə deyir ki, B üstəgəl 3 və 2B məxrəcdə. Bu kəsirin hansı natural qiymətlərində bu kəsir düzgün olmayan kəsirdir? Düzgün olmayan. Düzgün olmayan kəsir dedik, sürət məxrəcdən ya böyükdür, ya da bərabərdir. Baxın bu şəkildə. Və burada nə edirəm? B-ni keçirirəm sağ tərəfə. 3 böyük bərabərdir 2B çıx B-yə. 3 böyük bərabərdir B-dən. Və yaxud da ki, B kiçikdir, bərabərdir 3-dən. Yəni, burada hansı qiymətlər alacaq, hansı natural qiymətdən gedir təbii ki, söhbət. Çünki natural götürməsək məxrəc mənfi olar. Heç 0 ümumiyyətcə götürə bilmərik, məxrəcdə B var deyə. 1, 2, 3. Bu şəkildə 3 dənə 1, 2, 3 qiymətində bu kəsir düzgün olmayan kəsirdir. Sonra başqa da bir nümunə yazmaq istəyirəm. Məsələn, elə kitabda 1-ci hissə test toplusunda 11-ci siniflər üçün olan 1-ci hissə test toplusunda 15-ci səhifədə 24-cü sual var.
Bizə deyir B kiçik bərabərdir 4. Olarsa AB, BA. Şəklində olan neçə düzgün kəsir var? Neçə düzgün kəsir olsun deyir və bu şəkildə olsun. İndi biz yuxarı necə yazırıq? 10A üstəgəl B. Aşağıda 10B üstəgəl A. Düzgün kəsir deyirsə, sürət məxrəcdən kiçik olmalıdır. Yəni 10A üstəgəl B kiçik olmalıdır 10B üstəgəl A-dan. Belə edirik. B-ləri bir tərəfə, A-ları bir tərəfə keçirdik. 10A-dan A çıxdıqda 9A kiçikdir. B-də sağ tərəfi 10B-dən B çıxdıqda 9B. Hər tərəfi 9-a bölsək, A kiçik olacaq B-dən. A B-dən kiçik. Və deyir ki, B də 4-dən kiçikdir və 4-ə bərabərdir. B-nin yerinə 4 yazsaq, A burada nə ala bilər? 1, 2, 3. Bunların hər birini ala bilər. 4'ə bərabər də götürə bilərik. 1, 2, 3 gördüyümüz kimi 4'ə bərabər götürdük. Sonra A 1, 2, 3 oldu. Sonra B 4'dən kiçik. Məsələn 3 olsa burada nə olacaq? 1, 2. 2 olsa 1. Deməli 1 olsa heç 0'da yaza bilmərik. Elə 1 olacaq. Deməli bizə deyir ki, bu şəkildə olan neçə düzgün kəsir var. Məsələn 14 deyir, görüm düzgün kəsir deyir. Bəli, hər birini düz yazmışıq. Necə yazırıq? 14 aşağıda 41. Məsələn, 1 ilə 4'ü bir qruplaşdırdıq. Sonra yuxarıda 24, yəni indi 2 ilə 4'ü qruplaşdırırıq. A 2 olanda B 4 olsun. Aşağıda 42. A 3 olanda B 4 olsun. Aşağıda 43 düzgün kəsirdir. Yuxarıda 13 olanda indi burada qruplaşdırırıq. Aşağıda 31. Yuxarıda 23 olduqda aşağıda 32. Yuxarıda 12 olduqda aşağıda da 21. Gördüyümüz kimi belə 6 ədəd kəsrimiz var. Bunu soruşurdu sualda bizdən. İndi elə burada sizə qarışıq ədədlərdən danışmaq istəyirəm. Qarışıq ədədlər. Nə deməkdir qarışıq ədədlər? Deyirik ki, qaydasını belə deyirik. Tam və kəsr hissədən ibarət olan ədədlərə ədədlərdir və yaxud da belə deyək. İbarət olan ədədlərə qarışıq ədədlər deyilir. Yəni gəlin açıqlamasını verək. Məsələn, 3 tam 12-də 5. Bu bir qarışıq ədəddir. Baxaq. Bunu biz belə yazırıq. 3 üstəgəl 12-də 5. Burada 3 tam hissədir. 12'də 5 isə kəsir hissədir. Kəsir hissədir. Baxaq belə. Buna deyirik biz necə ədədlər? Qarışıq ədədlər. İndi qarışıq ədədlərin, hətta gəlin qarışıq ədədləri birinci sxemləşdirək. Nə demək olur? Baxın, məsələn, 1 tam, 2 tam, 3 tam. Bu 3 tam, gəlin bunu yazım. 5'də 2 yazım. Biraz 2, 5 ilə bölmək də. Və sonuncu, əslində bunlara neyini bölükdə olmalıdır? Sonuncu tamı isə, belə göstərirəm. Burada 3 dənə tamdır. Və sonuncu tam 5 ilə bölünür. 1, 2, 3, 4, 5. 5 bərabər hissəyə bölünür. Mən onu tam bölə bilməsəm də və ikisi götürülür. İndi gözləyin, sizə tam ifadə edəcəm. 5'də 2. Baxın, bu belə 1 tam, 2 tam, sonra 3 tam, 3 tam və 3-cü hissə isə kəsir hissəsi. Baxın, 5 yerə bölünür və 5'dən ikisi götürülür. 1 tam, 2 tam, bu da 1 tam hətta yazaq, 1 tam, yəni birlikdə 3 tam, burada 5'də 2. Bu şəkildə yazmaq olar. Buna deyirik biz qarışıq ədədlərin ümumi sxematik göstərişi. Bəs yaxşı, qarışıq ədədlər üzərində biz nə edirik? Qarışıq ədədləri deməli, düzgün olmayan kəsirə və yaxud da ki, düzgün olmayan kəsirə qarışıq ədədə çeviririk. Məsələn, burada 12'də 3 yazmayayım, 7 yazım. Məsələn, bunu necə çeviririk? 5 tam 12'də 7. Biz bunu düzgün olmayan kəsirə necə çeviririk? Diqqətlə baxaq. Məxrəc olduğu kimi qalır, dəyişmirik məxrəci. 5'i vururuq 12'yə,
Üstünə gəlirik 7-ni. Yəni sürətdə də bunu yazırıq. Tam hissəni vururuq məxrəci və sürəti üzərinə əlavə edirik. Bu da olur 12-də 60 üstə gəl 7, 67. Bu bizim olur qarışıq ədədin deməli düzgün olmayan kəsrə çevrilməsi prosesi. Daha sonra buradan biz düzgün olmayan kəsri qarışıq ədədə çevirmə prosesində göstərək. Məsələn, yazaq ki 5-də 37. Bu düzgün olmayan kəsri qarışıq ədədə çevirin və yaxud da qarışıq ədəd şəklində göstərin. Bunu necə edirik? İlk öncə belə birbaşa yazarıq. Daha çünki əlimiz tez öyrənməlidir. Tez-tez yazmalıyıq artıq. 37-ni bölürük 5-ə. 37-nin içərisində 5 bilirik ki 7 dəfə, yəni 7 tam düşür və kəsr hissəni məxrəcini olduğu kimi yazırıq. Məxrəc dəyişmir. Gördüyümüz kimi, baxın. Burada da dəyişmədi. Elə burada da dəyişmədi. Gördüyümüz kimi kəsr hissənin, kəsrin məxrəci olduğu kimi qalır. Kəsrin məxrəci olduğu kimi qalır. Burada da 7 tam, çünki 37-nin içərisində 5 7 dəfədir və qalan qalığı, 37-nin içərisində 5 7 dəfədir, 7-də 5 35 edir. 37-dən 35-ə çıxdıq, yerdə qalır 2. Qalığı da yazırıq sürətdə. Bu şəkildə düzgün olmayan kəsri qarışıq ədədə bu şəkildə çevirə bilərik. Biz burada hətta məsələn 7 üstə gəl 5-də 2-də yaza bilərik, amma çox da ehtiyac yoxdur deyə düşünürəm. Onu artıq bilirik. Bu şəkildə düzgün olmayan kəsri qarışıq ədədə çevirmək olur. Daha sonra indi gəlin biraz da danışaq kəsrlər üzrə. Kəsrin əsas xassəsini deyim ilk öncə. Kəsrin əsas xassəsini bilməliyik. Nəyə görə bilməliyik? Çünki kəsrlərin ortaq məxrəcə gətirilməsində mütləq ki bizə ehtiyac olur. Daha sonra kəsrlərin ixtisarında bizə mütləq ki ehtiyac olur. Ona görə kəsrin əsas xassəsini mütləq bilməliyik. Nədir kəsrin əsas xassəsi? Deyirik ki, kəsrin sürət və məxrəcini sıfırdan fərqli eyni bir ədədə vurduqda və ya böldükdə kəsrin qiyməti dəyişmir. Bunu əzbərləsək daha yaxşı olar. Qiyməti dəyişmir. Nə deməkdir? Gəlin baxaq. Məsələn, yazıram ki 4-də 1. Kəsrin sürətini də məxrəcini də 3-ə vururam. Nə alınır? 12-də 3. Belə. Və yaxud da məsələn 2-yə vururam hər tərəfi. İndi sxem üzərinə göstərəcəm. Ona görə 2-yə vururam. 2-yə vursaq nə olacaq? Hər tərəfi vurduq 2-yə. Olacaq nə? 8-də 2. İndi gəlin belə göstərək. Məsələn, bir dənə tam çəkirəm. Tam hissə. Və bunu 4 yerə bölürəm. Bu hətta bərabər kəsirlərə də. Bərabər kəsirləri də burada izah edəcəm elə. Bərabər kəsirlər nədir? Ümumiyyətcə, qiymətləri bərabər olan kəsirlərdir. Onu da burada göstərəcəm. Məsələn, həqiqətən burada deyək ki, kəsirin qiyməti dəyişmir. Kəsirin qiymətini dəyişməmək o deməkdir ki, elə 4-də 1-in qiyməti 8-də 2-nin qiymətinə bərabərdir. Gəlin bunu göstərək, niyə belədir? 4-də 1 necə göstərdim? Baxın, 4 yerə böldüm. 4 yerə gördüyümüz kimi böldüm və birini götürdüm. Bir hissəsini. Baxın, birini. İndi artıq rəngləmə aparmadan mən bunu indi 8 yerə böləcəm. 4 yerə bölünüb, baxın bir dənə xətti buradan çəkdim. Bir xətti də buradan çəkdim. İndi neçə hissəyə bölünmüş oldu? Gördüyümüz kimi bir dəqiqə. Belə tam buradan keçirim. Aha. Gördüyümüz kimi indi 1, 2, 3, 4, 5, 6, 7, 8 hissəyə bölünüb. Bayaq necə idi? Biz bunu 4 hissəyə böldük, neçəsini götürdük? İkisini götürdük. Daha düzü, üzürsən 4 hissəyə böldük, birini götürdük. Nə oldu? 4-də 1. İndi necə oldu? İndi isə gördüyümüz kimi 8 hissəyə bölündü. Artıq içini rəngləmədim. Bu zaman neçəsi rənglənmiş oldu 8 hissəyə böləndə? İkisi. Yəni indi oldu 8-də 2. Yəni ki, mən heç bir dəyişiklik etmədən, hətta bunu biraz da istəsəm ki, məsələn, daha da
kiçik hissələrə bölüm. Məsələn, hər hansısa bir ədədə bölsək, yəni indi burada çəkməyimiz düzgün olmaz, çünki qarışıqlıq alınacaq. Məsələn, 16 hissəyə bölsək, o zaman 4 hissəsini rəngləmiş olacaq. Baxın, məsələn, belə, birini buradan çəkərəm, birini də dediyim kimi buradan çəkərəm. Görəcəyik ki, 16 hissəyə böldük və artıq biz onun 4-ünü rəngləmiş olacaq. Hətta buradan da çəkməliyəm. 16 hissəyə bölünməsi üçün bu tərəflərdən də çəkməliyəm. Belə. Sonra onda deyirik ki, 4də 1 kəsiri 8də 2 kəsirinə bərabərdir. Bu olur genişləndirmə. Yəni ki, biz kəsirin sürət və məxrəcini hər hansısa bir ədədə bölürsək, bu ədəd biz genişləndiririk. Amma böyütmürük ya. Yəni bu belə başa düşülməsin ki, biz bu ədədi böyütdük. Xeyr, ədədin qiyməti dəyişmir heç vaxt, heç vaxt. Yəni baxın, bu kəsir elə bu kəsirə bərabərdir. İndi ixtisardan danışaq. Məsələn, 16-da tutalım ki, 8. Biz bunları hər tərəfini 8-ə bölərik. Cavabımız nə olar? 2də 1. Bəli, 16-da 8 ədədini hər tərəfini böldük 2-yə, yəni 2-yə ixtisar apardıq. Cavab oldu, üzr sayın uşaqlar, 8-ə böldük və cavab oldu 2də 1. Yəni ki, 2də 1 kəsiri 16-da 8 kəsirinə bərabərdir deməkdir. Bunlar bir-birlərinə bərabərdir. Bu oldu ixtisar. Burada bir də ixtisarın növləri var. Ya tam ixtisardır, ya da hissə-hissə ixtisardan söhbət gedə bilər. Məsələn, hər tərəfi 2-yə bölsək, nə olacaq? 8-də 4. Yenə 2-yə bölsək, nə olacaq? Elə də taxtaram həm sürətə bölür, həm də məxrəcə bölür. 8-də, indi nə olacaq? 4-də 2-yə böldük. 4-də 2. Yenə 2-yə böldük. Cavab yekunda 2də 1. Yenə də, baxın, cavab 2də 1-i aldıq. Amma biz burada tam ixtisar etdik. Birbaşa onların nəyini böldük? Əbobuna böldük. İxtisar edəndə əbobuna böldük, ən böyüyünə. Amma hissə-hissə ixtisarda gördüyünüz kimi aralıqda başqa kəsirlərdə aldıq. Həqiqətən bu kəsirlərin hamısı da bir-birlərinə bərabərdir. İndi gəlin danışaq kəsirlər üzərində əməllərdən, adi kəsirlər üzərində, qarşı ədədlər üzərində əməllərdən. Kəsirlərin toplanması və çıxılması. Toplanma və çıxılma. Çıxma. İndi necə danışırıq? Deməli, deyirik ki, uşaqlar, əgər məxrəcləri bərabərdirsə bu kəsirlərin, bunların toplanması rahatdır. Məxrəcləri bərabər olan kəsirlərin məxrəc olduğu kimi qalır. Sadəcə sürətlərini toplayırıq və sürətdə yazırıq. 7-də 5. Amma yenə də bunu 7-də 3 çıxılsın 7-də 2. Burada da olur 7 olduğu kimi qalır. 3 çıxılsın 2, cavab olur 7-də 1. Amma kəsirin sürət və məxrəci, daha düzü kəsirlərin məxrəcləri bir-birlərindən fərqli olarsa, o zaman iş dəyişir. Burada necə edirik? Məsələn, yazıram ki, 7-də elə bir ədəd yazaq ki, mənfi alınmasın. Məsələn, nə yazım? 7-də 6 çıxılsın 5-də 2. Deməli, gördüyümüz kimi bu kəsirlərin artıq məxrəcləri eyni deyil. Mən burada yəni 7-dən 5 çıxım, 6-dan keçirəm, elə bir şey ola bilməz təbii ki. O düzgün qayda deyil. Yəni, necə səhvdir? Yəni, o ağlınıza gəlməsin. Bunlar nə edirik? Bunların məxrəclərini bərabərləşdirir. Bu əmələ də deyilir ki, ortaq məxrəcə gətirmə. Bəs biz ortaq məxrəcə gətirəndə nə axtarırıq? Necə gətiririk ortaq məxrəcə? Nə bilirik ki, bunlar ortaq məxrəc nədir? Yəni, uşaqlar, əslində siz məxrəclərə əkob axtarırsınız. Əkob. Heç əkob tapmağa da ehtiyac yoxdur. Daha yaxşı yolunu göstərəcəm sizə. Böyük olan 7-dir. Görürəm ki, 7 ilə 5 qarşılıqlı sadə ədəddirsə, bunların əkobları ilə 35-dir. Ortaq məxrəcləri də 35-dir. Bəs başqa cür necə edərdik? Məsələn, böyüyü bölürsüz kiçiyə. Məsələn, 7 5-ə bölünsəydi, elə məxrəc 7 olardı. Məsələn, burada əgər 15 olsaydı, bunlar 15 5-ə bölündüyü üçün bunların əbobları ilə ortaq məxrəcləri ilə 15-in özü olacaqdı. Amma burada 7 5-ə bölünmür. O zaman dediyimiz kimi əkob axtarırıq. Mən bayaq burada əbob dedim deyəsən. Xeyr, əkob axtarırıq, bəli. Üzrlü sayın. Burada nə axtarıq dedik? Əkob. Əgər burada dediyim kimi 15 olsaydı, bunların əkobları ilə 15 olacaqdı. Çünki 15 5-ə bölünür, ortaq məxrəcləri də 15 olacaqdı. Amma burada 7-dirsə, ortaq məxrəclərimiz 35-dir. Yəni 7 ilə 5-in əkobu. İndi 7-ni 35-ə tamamlayan nədir? Baxın 5.
6-nı da 5-ə vururam. Kəsirin əsas məxrəcinə, xassəsinə görə. Məxrəci nəyə vururamsa, uşaqlar, sürəti də mütləq şəkildə ona vururam. Məxrəci nəyə bölürəmsə, sürətdə mütləq şəkildə ona bölməliyəm. Yoxsa kəsirin qiymətini dəyişmiş olaram. Kəsirin əsas xassəsi elə budur. Məxrəc nəyə vurulursa, sürətdə ona vurulmalıdır, mütləq. Sonra, burada nəyə vuracam? 7-yə, burada nəyə vururam? 7-yə. İndi necə oldu? 35-də 30, çıxılsın 35-də 14. 35-də yazıram 35-də 30-dan da 14-ü çıxdıqda cavab olacaq 35-də 16. Bu şəkildə həll etmiş olacaq. Bu eynən toplamaya da aiddir. Məsələn 7-də 6 üstə gəl 5-də 2 olarsa uşaqlar. Bunun ortaq məxrəc gördüyümüz kimi 35-dir. 35-də yenə 30. Çünki hər tərəfi nəyə vururam? 5-ə. Bu 5-ə deyilir tamamlayıcı vuruq. Bunu 7-yə vurduğuma görə buna da deyilir ikinci kəsirin tamamlayıcı vuruğu. Buna deyilir birinci kəsirin tamamlayıcı vuruğu, yəni 5-ə. İkincidə 7-yə ikinci kəsirin tamamlayıcı vuruğu deyilir. Bu da olur üstə gəl 35-də 14. Bunlar cəmlədikdə də 35-də 44 şəklində olacaq. İndi bunu da düzgün olmayan kəsirdir. Qarşı qədərə çevirdikdə 44-cü 35 bir dəfə 35 yazıram. Bir dəfə 35 etdiyinə görə 44-dən də 35 çıxdıqda 9. Bu şəkildə də yazmaq olar. Belə də qalır. Daha sonra bəs qarışıq ədədləri toplayan zaman, çıxan zaman nə edirik? Toplanması rahatdır uşaqlar. Çıxılmasında haradasa biraz xırda detallar var. Onları deyəcəm indi. Toplayıram. Tutalım 4 tam 3-də 2, üstə gəl 5 tam, tutalım 6-da 5. Bunları toplayan zaman tam hissə ilə tam hissə toplanır. 4-ün üstə 5 gəldik 9. Sonra 3-də 2-nin üzərinə gəlirik. Belə yazım sizə. Belə yazmaya da bilərsiniz, amma yəni açıqlayıcı olsun deyə belə yazdım. 6-da 5. Və indi bunları toplayanda görürəm ki, məxrəcləri fərqlidir. Onda eyni məxrəcə gətirirəm. Böyük olan hansıdır? 6. 6 3-ə bölünürmü? Bölünür. Deməli, bunlara ortaq məxrəc ilə 6-nın özüdür. Onda buranı 2-yə vururam. Tamamlayıcı vuruğunu sürətdəki. Buranı isə heç nəyə vurmağa ehtiyac yoxdur. Çünki 6-da özü. Bu da olur 9 üstə gəl, 6-da 4, üstə gəl 6-da 5. Bu da olur 9 üstə gəl, 6-da 9. Yəni 9 tam 6-da 9. Sürət məxrəcdən böyük olduğuna görə bu düzgün olmayan kəsirdə onu qarşı qədərə çevirəcəm. Diqqətlə olaq. Baxın, burada diqqətlə baxaq. 9 tam 6-da 9-u çevirmək üçün. 9-u böldüm 6-ya neçə düşdü? Bir dəfə. 1 tam. Həmin bu 1 tam uşaqlar 9-un, yəni tamın üzərinə əlavə edəcəm. Bu da belə olur. 9 tam yox, 10 tam 6-da yerdə nə qaldı? 9-dan 6 çıxanda 3. 6-da 3 və yaxud da 10 tam. Bunlar da ixtisar gedir axı 3-ə. 2-də 1 şəklində yazmaq olar. Baxın belə. Daha sonra çıxmada necə edirik? Çıxmada biraz diqqətli olmalıyıq. Məsələn, uşaqlar 4 tam 3-də 2 çıxılsın. Məsələn 4 tam 6-da 5 edək. Buranı da 3-də 2 edək. Yəni belə yazaq. 4 də yazmayaq, burada da 3 yazaq. İndi niyə belə yazdım deyəcəm. Çünki başqa obrisləri başqa versiyada göstərəcəm. Baxın. Kəsir hissədən tam hissədən tam hissə çıxıldı 1 tam. 6-da 5-dən də bunlar 6-da belə yazıram. Bir dəqiqə. 6-da 5-dən çıxmalıyam, demək bunun üstünə gəlirəm. Çıxmalıyam 3-də 2-ni. Bunlar gördüm ki, ortaq məxrəc deyil. Ona görə bunlar ortaq məxrəcləri də 6-nın özüdür. Niyə? Çünki 6 3-ə bölünür. 6-nın özü isə buranı da 2-yə vuram, buranı da 2-yə vuram. Burada oldu 6-da 5, çıxılsın 6-da 4. Bu da oldu 6-da 1. Yəni 1 üstə gəl 6-da 1, cavab olacaq 1 tam 6-da 1. İndi, əgər burada 4 olsaydı nə olacaqdı? Elə burada 4-dən 4 çıxacaqdım 0. 0 tam olacaqdı, sadəcə kəsir hissələri çıxmış olacaqdım onda da. Qoy belə qalsın. Aha. İndi, uşaqlar, baxın, 4 tam üstə gəl 2 tam 7-də 3. Elə burada toplayanda tam hissə toplanır. Olur 6 tam 7-də 3. Amma çıxmada belə deyil. 2 tam 7-də 3 çıxıramsa, gəlin indi buna baxaq. Burada çıxmada birbaşa 4-dən 2 çıxıb yaza bilmərəm. Burada nə edirik? Birbaşa sizə həll yolunu göstərəcəm. Yəni çox xırdalığa getməyəcəm. 4-ü parçalayırıq. Tam və kəsir hissəyə. Uşaqlar, 4-ü 3 tam üstə gəl 1 tam yaza bilərəm. Bəli. 1 tamı
Biz bayaq demişdik, məsələn 7-də 7 bərabərdir 10-da 10, bərabərdir 101-də 101 məsələn, 55-də 55. Bunların hamısı bir-birlərinə bərabərdir və 1-ə bərabərdir. Onda mən bu 1-i istənilən kəsr kimi yaza bilərəm. Məxrəci istənilən ədəd olan kəsr kimi. Mənə gördüm nə lazımdır? 7. Elə bu 1-i uşaqlar gətirib yaza bilərəmmi? 7-də 7. Bəli, 7-də 7 yazıram. Buradan çıxıram 2 tam 7-də 3-ü. Niyə 7 yazdım? Məsələn, burada deyirsiniz ki, müəllim, 10-da 10 yaza bilərdik. 10 yazsaydım əgər, uşaqlar, düzdür, yaza bilərəm. Əlbəttə ki, kim deyər ki, yazmaram. Bəs burada 10-dan gərək 7-ni təzədən ortaq məxrəcə gətirəm. Hazır, yəni əlimdə imkan var ki, yəni bunu 7-də 7 yazım da. Onsuz da eynidir. Ortaq məxrəcə gətirməyim. 3-dən 2 çıxdım 1, 7-də, 7-dən də 3 çıxdım 4. Cavabımız da belə oldu. İndi bunu başqa cür belə də düşünək, uşaqlar. Məsələn, 4 tam, tutalım ki 6-da 5 çıxılsın 2 tam 7-də 3. İndi burada 4-dən 2-nə çıxdıq. Kəsir hissədən kəsir 2 tam. Yerdə nə qaldı? 6-da 5 çıxılsın 7-də 3. Uşaqlar, bunlara ortaq məxrəc nədir? Qarşılıqlı sadə ədədlərdir. 6 ilə 7 42-dir. Onda buranı 42-yə gətirmək üçün 7-yə vuram, buranı da 7-yə vuram. Buranı 6-ya, buranı da 6-ya. 42-də 35. Amma burada alındı. Mən istəyirdim ki, alınmasın. Bunu göstəreyim. Görün, bu çıxmasını yazmışdım, yox. Burada bir də 42-də 18. Belə yazırıq 42-də uşaqlar. 17 bu şəkildə yazmaq olar. İndi bəs, bu tamam, bura düzdür. Bəs başqa cür. Bura kiçik olsa, məsələn, bura 6-da 1, burada 7-də 3 olsa, bəs bunu necə edəcəyik? Gəlin bunu göstərək. Uşaqlar, İndi yenə buradan 4-dən 2-ni çıxdım 2 tam. İndi 6-da 1-dən çıxmalıyım 7-də 3-ü. Amma, indi bu 2-ni də silim. Amma görürəm ki, bunlar ortaq məxrəc 42-dir. Bura 42-də 7-dir. Tamamlayıcı vurğa vurdum. Burada da 42-də 18. Axı 7-dən 18 çıxdıqda mənfi ədəd alınır. Həm də 7-dən 18 çıxmaq olur əlbəttə ki, mənfi alınır. Amma burada görürəm ki 4 tam 2 tamdan böyükdür. Bəs olsa bu kəsir böyükdür. Böyükdən kiçiyə çıxanda mənfi alınmamalıdır. Deməli burada başqa bir iş var. İndi uşaqlar, siz bunu belə yazarsınız. Baxın. 4 tam 42-də 7. Çünki ortaq məxrəcə gətirdim. Çıxılsın. 2 tam 42-də burada da olacaq 18. Görəm 7-dən 18 çıxdıqda mənfi alınır. Amma bu ədəd bu ədəddən böyükdür. Cavabımız müsbət olmalıdır. Bunun üçün nə edirik? Bu 4-ü parçalayırıq. Necə? 4-ü 3 üstəgəl 1 kimi yazıram. Və bu 1-i bu 42-də 7 kəsirin üzərinə əlavə edirəm. Necə yazıram? Məsələn, 4 tam 42-də 7-ni etməliyəm ki, bunun kəsir hissəsini bundan böyütməliyəm. Böyük olmalıdır. Burada 3 tam 42-də 42 üstəgəl 42-də 7 yaza bilərik. Bu da olur 3-dən 42-də 49. Yəni, uşaqlar, qısa olaraq biz bunu parçalayanda bu 1-i məxrəc olaraq sürətin üzərinə əlavə edirik. Yəni, 42. Yəni, bunu birbaşa yazırıq. 3 tam. Buradan axı 1-də çıxdım, buraya əlavə etdim. 3-dən 42-də 49 çıxılsın. 2 tam 42-də 18. Və buradan da olur 1 tam 42-də deməli 31. Baxın belə. Çıxma əməlini bu şəkildə yerinə yetirdik. Daha sonra uşaqlar, vurması, bölməsi rahat işdir. Vurulmasında, bölünməsində, kəsirlərin kəsirə vurmaq üçün, məsələn 4-də 3 vurulsun, tutalım ki 2-də 1, ya da ki, gəlin yazaq, biraz böyük ədəd yazaq, 7-də 5 yazaq. Uşaqlar, kəsiri kəsirə vuran zaman sürəti sürətə vururuq, məxrəci də məxrəcə vururuq. Sürəti sürətə vurub sürətdə yazırıq, məxrəci də məxrəcə vurub məxrəcdə yazırıq. Bu da olur 28-də 15. Bu qədər. Qarışıq ədədləri vuran zaman, yadınızda saxlayın, qarışıq ədədləri vuran zaman mütləq qarışıq ədədi düzgün olmayan kəsirə çevirməliyik. 3 tam 2-də 1-i vururam 2 tam 4-də 3-ə, düzgün olmayan kəsirə çevirməliyəm. 3'ü vurdum, məsələn 2'də 3 vur 2, 6 üstə gəl 1, 7. 2'ni vurdum 4'ə, 8 üstə gəl 3, 11. Uşaqlar, belə yenə də məxrəcə vururuq, sürətə vururuq və bunu da 9 tam 8'də 5 yaza bilərik, düzgün olmayan kəsiri qarşı ədədə çevirərik. Bəs yaxşı, ixtisarla məsələ necə? Məsələn 4'də, uşaqlar 4'də 3
vurulsun 6-da 2, vurulsun 9-da, tutalım ki 4. Baxın, burada həmişə sürət ilə məxrəci vurmada ixtisar apara bilərik. Belə öz aralarında gedərlər. Baxın, 6 ilə 2 ixtisar gedir. Bunu bildik. Amma vurduqda bir-birlərinə. Məsələn, buradakı 4 ilə buradakı 4 ixtisar gedər. Buradakı 3 ilə buradakı 9-un 1 ixtisar, 3 ixtisar gedər. 3-ü də ölçə bilərəm 1 qalar, 9-u ölçə bilərəm 3 qalar. Və 6 ilə də 2 ixtisar gedir. Burada 1, burada da 3. Yekunda cavabımız olur 3 vur 3, 9. Yuxarıda da 1 şəklində yaza bilərik. Bəs bölmə nədir? Hələ bölməyə keçmədən öncə ədədin tərsindən danışmaq istəyirəm. Məsələn, 4-də 3-ün tərsi, uşaqlar, 4-də 3-ün tərsi olacaq 3-də 4. Yəni bunun tərsi olur. Yadınızda saxlayın. Tərs ədədlərin, qarşılıqlı tərs ədədlərin hasili 1-ə bərabərdir. İndi bunlar da qarşılıqlı tərs ədədlərdirlər. Həqiqətən hasillərini tapan 4 ilə 4, 3 ilə 3 ixtisar gedər, 1 qalar. Baxın belə. Bunlara uyğun kitabda xeyli suallarımız var. İndi məsələn, bir dənə hesablamaya aid yazaram, bir dənə tam fikrimi çatdırım, bölməni də deyim. Sonra hesablamaya aid bir sual yazaram. Ondan sonrası rahatdır, yaza biləcəyiz sözünüzdə elə. Uşaqlar, tərsin ədədin, tərs ədədlərin hasili 1-ə bərabərdir. Və ədədin özü ilə tərsin hasili 1-ə bərabərdir. Bəs deyər 5-in tərsi nədir? 5-in tərsi 5-də 1-dir. Yəni, bir sözlər uşaqlar. Məsələn, 4-də 3-ün tərsini axtarırıqsa, 1-i böləcəyik 4-də 3-ə. Baxın, bu tip bölmələrdə sürət olduğu kimi məxrəcdə qalır. Bu 4 qalxır yuxarı, 4 aşağı düşür. Bəs belə olanda nə olur? Məsələn, 4-də 3 bölünsün 2, uşaqlar. Bu əsas kəsirdir. Bu əsas kəsirimizdir. Bu tip olanda elə yeri gəlmişkən göstərirəm. Baxın, bu 4 düşür aşağı, 3 olduğu kimi yuxarıda qalır. 4 vurulsun 2, bu da olur 8-də 3. Bunu bölmə ilə də tapa bilərsiniz. Heç bir fərqi yoxdur. Sonra dedik ki, 5-in tərsi 5-də 1-dir. Sonra 5-də 1-in tərsi 5-dir. Həqiqətən uşaqlar. Bir də vurmada və bölmədə bir şey deyəcəm sizə. Tam ədədi vurma. Məsələn, 7 vurulsun uşaqlar 14-də 3. Məsələn, burada vurmadır. Bunlar məxrəclə ixtisar gedir. Və yaxud da uşaqlar vuran zaman tam ədədi sürətə vururuq, məxrəcə yox. Baxın belə. Bu da olur 14-də 21, 7-yə ixtisar gedir. Yuxarıda 3, aşağıda da 2. İndi bölmədən danışaq. Deyirik ki, ədədi kəsirləri bir-birlərinə bölən zaman, məsələn, 3-də 4 bölünsün 2-də 1. Bölən zaman uşaqlar, birinci kəsir olduğu kimi qalır. İkinci kəsiri tərsinə çeviririk. 2-də 1-in tərsi nə idi? Burada dediyimiz kimi. Baxın, 5-də 1-in tərsi 5-dirsə, 2-də 1-in tərsi də olur 2. Baxın, sonra bunların hasilini tapıram. Dediyim kimi, məxrəc olduğu kimi qalır. Sürətləri bir-birlərinə vuracaq. 3-də 8. Bu da belə. Yazaram bunda 2 tam 3-də 2 kimi yazmaq olar. Sonra, məsələn, uşaqlar, 7-ni vursam 2-də, daha doğrusu 7-ni bölsəm 2-də 14-də. Necə olur? 7 olduğu kimi qalır. Vururam, ikinci kəsiri tərsinə çevirirəm 14-də 2. Bunlar ixtisar gedir, cavab olur 2 böl 2, bu olur 1. Yəni bu şəkildə də yazmaq olar. Qarşı ədədləri vuran bölən zaman dediyimiz kimi uşaqlar, qarşı ədədlərdə toplama çıxmada gördüyümüz kimi baxın, toplama çıxmada olduğu kimi topladıq çıxdıq. Vurmada bölmədə isə mütləq düzgün olmayan kəsirə çevirməliyik. Baxın, diqqətli olun. Mütləq düzgün olmayan kəsirə çevirməliyik. Eyni ilə bölmədə də mütləq düzgün olmayan kəsirə çevirib sonra böləcəksiniz. Artıq ona da çox uzun yazmıram. Məsələn, bir dənə nümunə yazmaq istəyirəm. 14,8-də 3 vurulsun 1 tam 5-də 1. Əslində bunu yazmaq olar, rahatdır. Burada uşaqlar, bunu necə edirik? Düzgün olmayan kəsirə çeviririk. 14-də vururam 8-ə. Deməli, 112 üstə 3 gəldi, 115. Vururam 5-də, 1-i vurdum 5-ə, üstünə 1 6. Baxın, belə vurmaq olar. Bunları ixtisar apararıq, bunları da ixtisar apararıq. Cavabı almış olaraq da bunu yazmıram. Elə keçək birbaşa, çünki dərsimizdə hələ qalan hissələr var. Uzun, çox uzun olmasın. Sonra, indi kəsirlərin müqayisəsindən danışırıq uşaqlar. Müqayisə.
Deməli, uşaqlar, adi kəsrləri müqayisə edən zaman məxrəcləri bərabər olan kəsrlərdən sürəti böyük olan böyükdür. Baxın belə. Sürətləri bərabər olan kəsrlərdən, uşaqlar, məsələn, burada 3, burada 12-dir. Məxrəci böyük olan kiçik olan böyükdür. Yəni, burada biraz harca tərslik var. Dedik ki, məxrəclər bərabər olanda, çünki niyə? Biri var ki, baxın, bir hissəni, uşaqlar, 1, 2, 3, 4, 5, 7 yerə bölüb 3-ünü götürəsiniz. Bir də var 7 yerə bölüb 4-ünü götürəsiniz. Gördüyümüz kimi 7 yerə bölüb 4-ünü götürmək daha böyükdür. Ya da ki, burada, məsələn, bir hissənin biri var uşaqlar, 7 yerə böləsiz, bir də var 12 yerə. 1, 2, 3, 4, 5, 6, 7, 8. Belə yazaq. 11, 12. Məsələn, 12 yerə böldük, 3-ünü götürdük, biri var. Bir də var ki, eyni hissəli uşaqlar var. Eyni ədəd, eyni, belə deyək də, tamı. 1, 2, 3, 4, 5, 6, 7. Bir də var, eyni tamı 7 yerə bölüb 3-ünü götürdük. Hansı daha böyük olar? Təbii ki, gördüyümüz kimi, baxın, biri var ki, 12 yerə bölüb 4-ünü, 3-ünü götürək. Məsələn, 12 yerə böldük, 3-ünü götürdük. Bir də var, 7 yerə böldük, 3-ünü götürdük. Gördüyümüz kimi 7 yerə bölüb 3-ünü götürmək daha böyükdür. Ona görə sürətləri bərabər olan kəsrlərdən məxrəci kiçik olan böyük, məxrəci böyük olan daha kiçik olacaq. Sonra müqayisədə əgər məxrəcləri fərqlidirsə uşaqlar, məsələn 7-də 3 ilə 5-də 2-ni müqayisə ediriksə, onda bunları ortaq məxrəcə gətirəcəyik. Ortaq məxrəcdə də 35-də hər tərəf 5-ə vurdum 15, burada olur 35-də 14. Gördüyümüz kimi məxrəcləri bərabər sürətlərindən hansı böyükdürsə, o böyük olacaq. Qarşı ədədləri, yəni məsələn 1/2-də 1, 3/2-də 1, 2-də 1 etməyək. Gəlin buranı 7-də 1 edək. Bunlar 7-də 1 olar. Uşaqlar, bunların birinci kəsr hissələrinə, tam hissələrinə baxıram. Hansına böyükdür? Buna 1 tamdır, bunda 3 tamdır. Onda bu daha böyükdür. Bu daha böyükdür. Sonra uşaqlar, burada 4 yazsam, burada 3 yazsam. Əgər tam hissələri bərabərdirsə, onda kəsr hissələrini müqayisə edirəm. Kəsr hissələrindən 2-də 1 ilə 7-də 4-də ortaq məxrəc gətirəcəm. 14-də 7 bura olacaq, 14-də 7. Burada 14-də 8. Hansı böyükdür? Təbii ki, 14-də 8 böyükdür. Belə müqayisə edə bilərik. Bir də bir xassə deyəcəm. Sürət və məxrəclərinin fərqi eyni olan kəsirlərdən sürət və məxrəci böyük olan kəsir böyükdür. Nə deməkdir? Baxın, bir də təkrar edəcəm. Məsələn, uşaqlar, 14-dən 11 çıxanda nə qalır? 3. Ondan 7 çıxanda nə qalır? 3. Sürət və məxrəclərinin fərqi eynidir. Sürət və məxrəclərinin fərqi eyni olan düzgün kəsirlərdən sürət və məxrəci böyük olan kəsir böyükdür. Sürət və məxrəclərinin fərqi eyni olan düzgün olmayan kəsirlərdən, çünki 14-dən 11 çıxanda 3, ondan 7 çıxanda 3. Sürət və məxrəclərinin fərqi eyni olan düzgün olmayan kəsirlərdən sürət və məxrəci böyük olan kiçik olan isə böyükdür. Bu şəkildə yaza bilərik. Bu da oldu bunların müqayisəsi. Uşaqlar, danışıram indi onluq kəsirlərdən, sonra sonlu onluq, sonsuz onluq, dövri onluq kəsirlərdən danışacağım və ədədin hissəsini və hissəsinə görə ədədin tapılması, qarşılıqlı tərsirlikləri dedik. Belə. Deməli, uşaqlar, indi keçirik. Deməli, onluq kəsirləri. Deyirik ki, məxrəci 10 və onun, yəni onun, belə deyək də, natural qüvvətlərindən ibarət olan kəsirlər. Məsələn, məxrəci 10 olsun, 100 olsun, 1000 olsun, 10.000 olsun. Bu tip gördüyümüz kimi hamısı sıfırlar var, 1 və sıfırlar. Bu tip kəsirlərə onluq kəsirlər deyilir. Uşaqlar, bura məsələn yazdıq 3, bura yazdıq 23, bura yazırıq ki 442, bura yazırıq ki 1263 və yaxud da gəlin hətta buranı 12 yazaq. Biraz qısa yazaq. Bəs necə yazırıq bunu onluq yazaq? Bunu uşaqlar 0 tam, əgər burada tam yoxdursa, bura məsələn 2 tam yazacağım. 0 tam 10'dur. 10'dursa onun sonunda neçə 0 var? Burada onun sonunda 1 0 vardı. Vergüldən sonra bir dənə rəqəm olmalıdır. O da 3 var. Yuxarıda 3'ü yazdım. Burada isə məsələn
2 tam var. 2 tam. 100'ün sonunda 2 sıfır var. Deməli vergüldən sonra 2 dənə rəqəm olmalıdır. Yuxarıda elə 23'ü yazarıq. Əgər burada 23 yox 3 olsaydı, o zaman vergüldən sonra 2 rəqəm tamamlanması üçün baxın bura boşluğa 0 yazarıq, 0,3 yazardıq. Bura 0 tam 1000-442. Burada isə məsələn 1 tam yazaq, 1 tam 10.000'də 12. 10.000'də 12 ise bakın 12'də. Bakın eləməyin ki buradan yazırıq. Qalanlarını 0 götürürük. 0, 0, 12 yazılır ki 1 tam 10.000'də 12 şəklində yazmaq olar. Uşaqlar, deməli bu deməli onluq kəsrləri müqayisə edən zaman məsələn 2 tam 0 tamamda 2 tam %3 və 2 tam 1000'də 12. Bunları müqayisə edən zaman, məsələn, burada 1 tam olsaydı, 2 tam olduğuna görə bu böyük olacaqdı. Amma burada 2 tam olanda artıq müqayisə etməyə çalışaq. İndi ilk ağla gəlir ki, burada rəqəmlər çox deyil, bu böyükdür. Xeyr. Gəlin bunu göstərək, hansı böyük olduğunu. Yadınızda saxlayın. Ümumiyyətcə, vergüldən sonra ədəd varsa, bunun sonuna istədiyimiz qədər 0 yaza bilərik. Sərbəst. Mənə görən burada neçə dənə rəqəm var? 4 dənə. Burada neçə dənədir? 2 dənə. Onu da 4'e tamamlayayım. Uşaqlar, baxın bu 2 tam. Elə bilin ki, burada hansı ədəd yarandı? 300, burada 12. Hansı böyükdür? 300 böyükdür. Onu da belə böyük göstərəcəyik. Bu şəkildə yazmaq doğrudur müqayisə zamanı. Sonra bunlar oldu sonlu onluq, daha doğrusu onluq kəsirlər. İndi uşaqlar, onluq kəsirlər sonlu və sonsuz olaraq 2 hissəyə ayrılır. Hansıdır sonlu, hansıdır sonsuz və yaxud da biz hardan bilirik sonludur və yaxud da sonsuzdur. Bunu qeyddə götürə bilərsiniz, yadınıza saxlaya bilərsiniz. Deyirik ki, məxrəcində yalnız 2, 5 və yaxud da 2 vur 5 şəklində. Məsələn, məxrəci sadə qruplarına ayıranda 2 var, 5 var və yaxud da 2 vur 5 varsa, bu kəsirləri sonlu, onluq kəsirlərdir. İndi burada uşaqlar qüvvətlər də olar. Belə yazırım. İndi niyə? Baxın. Məsələn, 8'də 3. Bu sonludur. Niyə? Çünki məxrəcə baxın. 2 vur, 2 vur, 2. 3 sənə 2 deməkdir. Sonludur. Sonra, məsələn, 25'də 3. Burada da sonludur. Niyə? Çünki məxrəc 5 vur 5'dir. Və yaxud da uşaqlar 100'də, yaxud da 100 yazmıram, 200 yazıram. 200'də tutalım ki 7. Bu da sonludur. Niyə? Görün 200'ü nə yazaram? 2 vur, 2 vur, 2 vur, 5 vur, 5 sadə vuruklarını ayırdım. 2 və 5'dən başqa heç nə yoxdur. Ya sırf 2 olacaq, ya sırf 5 olacaq, ya da qarışıq olacaqlar. Bunların hamısı sonlu onluq kəsirdir. Amma uşaqlar, əgər burada 2'dən başqa bir dənə 3 olsaydı, 3 olmasın çünki bura 3'dür. Burada 2 yazıram, 5 yazım, bura 3 yazım. Bir dənə 3 olsaydı nə olacaqdı? 24'də 5. Uşaqlar, baxın, əgər burada 3 olsaydı, baxın bu çox xırda bir hissədir. Burada tam gərək diqqətlə qulaq asaq. Burada 3 olsaydı, mənə kimsə desəydi bu sonludur, ya sonsuzdur. Məsələn, mən görərdim bunu vuruklarına ayırardım. 2 vur, 2 vur, 2 vur 3. Deyərdim ki, hə, burada 3 var, sonsuzdur. Xeyr. Burada axı 3-dən ixtisar gedə bilir, qalır 8'də 1. Bu yenə də sonludur. Əgər ixtisar gedə bilməsəydi, 7 olsaydı, bəli, bu sonsuz dövrü onluq kəsir olardı. Gəlin həqiqətən göstərək. Çünki bir dənə 3 var. Baxın, əlavə 3 var. Məsələn, burada əlavə bir dənə 7 var. Vurulsun 7 vardısə, bu sonsuz olacaqdı. Məsələn, burada əlavə bircə dənə 3 varsa, bu da sonsuz dövrü onluq kəsir olacaqdır. Gəlin bunu göstərək. Həqiqətən əgər yuxarıda 3 olsaydı, dediyimiz kimi ixtisar gedərdi 8'də 1 olardı. 1'i bölərdim 8'ə və yaxud da uşaqlar, elə 3'ü bölərəm 24. Məsələn, 3'ü bölərəm 24'ə. Görək nə olur? 3'ün içində 24 yoxdur. 30'un içində 1 dəfə 24. Burada 60'ın içərisində 24 2 dəfə 48. Burada 12, 120'nin içərisində 24 də olacaqdır 5 dəfə 120. Gördüyümüz kimi sonlu onluq kəsir alınır. Amma burada 3 yox, 1 olsaydı, məxrəcdə 3 var axı əlavə, ixtisar gedə bilmədi. O zaman bu sonsuz dövrü onluq kəsir olardı. Gəlin göstərək. 1'i bölərdim 24'ə. 0 tam, 10'un içərisində 0 tam, burada 100. 100'ün içərisində 24, 4 dəfə, 96, 40'ın içərisində 24, 1 dəfə, 24, burada 16, 160, 160'ın içərisində 24, uşaqlar, olacaqdır 5, 6,
6 dəfə 144. Burada təzədən nə qalır? 6. 60-ın içərisində 2 dəfə 48. İndi burada hardasa təkrarlanacaq. 48-də isə burada qaldı 12 çıxanda. Şöyle biraz uzun getdi. 120'nin içərisində. Yox. Nəysə səhv yazdım. Bircə dəqiqə hardasa səhvlik etdim. Burada 16 qalır. Baxın, burada 16. Burada 16. 16'nın içərisində görün bir dəqiqə 6 dəfə. 16'nın içərisində baxın, buradan təkrarlanacaq artıq. 16'nın içərisində 160'ın içərisində yenə də neçə dəfə olur? 6 dəfə 144. Burada yenə 6 qalır. 16 qalır. 16'nın içində yenə 6 dəfə. 6 dəfə gördük, artıq buradan sonra təkrarlanmağa və yaxud da ki, dövr etməyə başladı. Buna deyirik sonsuz dövrü onluq kəsirlər. Uşaqlar, nədir sonsuz dövr onluq kəsirlər? Kəsir hissənin 3 tam, məsələn, onda 1, 2, 2, 2, 2, 2. Müəyyən bir hissə sonsuzluğa doğru təkrarlanır. Biz buna deyirik sonsuz dövr onluq kəsirlər və dövr edən hissəyə deyirik, daha düzü təkrarlanan hissəyə deyirik dövrü hissə. Məsələn, bunu da belə yazırıq. Onda 1 dövrdə 2 şəklində yazmaq olar. Uşaqlar, deməli, buna dedik dövrü hissə ya da dövr edən hissə. İndi biz burada nəyi öyrənməliyik? Sonsuz dövr onluq kəsirlərin adi kəsirə çevrilməsi və yaxud da adi kəsirlərin sonsuz dövr onluq kəsirə çevrilməsi bunun üzərində. Məsələn, uşaqlar, 7-də 3-ü sonsuz dövr onluq kəsirə çevrilmə sadəcə 3-ü böləcəksiniz 7-yə. Başqa cür də ola bilər, amma ən yaxşısı budur. Bəs yaxşı, 3 tam, baxın, burada yuxarıdakini yazıram, dövrdə 2, onda bir dövrdə 2. Bunu adi kəsirə çevirəndə necə çeviririk? Burada indi uşaqlar o saf və qarışıq dövr onluq kəsirlərdə deyəcəm, ondan sonra daha yaxşı olacaq. Bunu necə çeviririk? 3 tam olduğu kimi qalır. Kəsir xətti çəkirəm. Dövr edən rəqəmlərin sayı qədər məxrəci 9, dövrə qədərki rəqəmlərin sayı qədər isə məxrəci 0 yazıram. Və qarışıq dövr onluq kəsir isə uşaqlar 12-dən çıxıram dövrə qədərki ədədi, çıxıram 1-i. Bu da olur 3 tam 90'da 11. Bu şəkildə yazmış olduq. İndi, bəs qarışıq və saf dövr onluq kəsirlər nədir? Gəlin, biraz da bundan danışaq. Uşaqlar, deyirik ki, tam hissədən sonra birbaşa dövr başlayırsa, tamdan sonra birbaşa, bu olur saf dövr onluq kəsirlər. Yox, tam hissədən sonra birbaşa dövr başlamırsa, bu da olur qarışıq. Bunun belə növləri var. 3 tam dövrdə 23 ola bilər. Bunu yazırıq uşaqlar. Baxın, birbaşa burada dövr başladığına görə dedik ki, dövr edən rəqəmlərin sayı qədər məxrəcə 9 yazırıq. 99'da 23. Bu birbaşa belə yazılır. Qarışıqda belə yazılır. Bunları da göstərəcəm. Ya da yazdım da. Burada gəlin 23 yazım. Yaxşı, bunu yazdım belə. Burada 23 yazacağım. Şöyle, burada gördüyümüz kimi safdır. Birbaşa dövr başladı. Ona görə bunların sayı qədərlə 9 yazırım. Burada rəqəm olmadığına görə bura 0 yazmıram. 3 tam. Onda bir dövrdə 23. Bunu necə yazıram? 3 tam. Bunların sayı qədər 9, 9. Bunun sayı qədər 0. Burada da 123 çıxılsın. Dövrə qədərki ədəd 1. Baxın, bu şəkildə yaza bilərik. Bunlar da bir-birlərinə vuran zaman uşaqlar düzgün olmayan kəsirə çevirib o şəkildə vurmaq olar, toplamaq, çıxmaq, yazmaq olar. Yəni belə çevirdik. Sonra ədədin hissəsini və hissəsinə görə ədədin tapılması. Uşaqlar, ədədin hissəsini tapan zaman hissəsini tapılması. Ədədin hissəsini tapan zaman onu hissə göstərən kəsirə vururuq. Məsələn, deyirik 42'nin 3'də 2 hissəsini tapın. 42'ni vururam 3'də 2'yə. 42 ilə 3 ixtisar gedir. Burada qalacaq. Deməli 14. 14'ü 2'yə vurduqda cavab 28. Ədədin hissəsinin tapılması. Məsələn, bunu uşaqlar mənə deyər ki, məsələn 42'nin tutalım 42'ni yox, 4'ün 0.6 hissəsini tap. Bu da olsa kəsirdir də. Vuracağım 0.6'ya. Bu da olacaq 2.4. Bu şəkildə. Hissəsinə görə ədəd tapan zaman ədədi hissə göstərən kəsirə bölürük.
hissəsinə görə ədədin tapılması. Uşaqlar, ədədi hissə göstərən kəsrə bölürük. Məsələn, deyir ki, bizə 20-nin, ya da belə desin. Desin ki, 5-də 2 hissəsi 40 olan ədədi tapın. Uşaqlar, hissəsinə görə ədəd tapan zaman ədədi hissə göstərən kəsrə bölürük. 40-ı bölürəm 5-də 2-yə. Bölən zaman nə edirik dedik? Birinci olduğu kimi qalır. İkincinin tərsinə çeviririk. 2-də 5. Bunlar ixtisar getdilər. Burada 20. 20 ilə 5-ə vurduqda 100. Baxın, bu şəkildə yazmaq olur. Birdə, uşaqlar, bir ədəd digərinin hansı hissəsi təşkil edir? Bunu tapmaq üçün bir ədəd deyir ki, digərinin. Məsələn, deyir ki, 4 5-in hansı hissəsidir? O zaman 4-ü 5-ə bölürük. Birinci ədədə, ikinci ədədə bölürük. 4 5-in 5-də 4 hissəsini təşkil edir. Belə, uşaqlar, mən deyə biləcəklərim bura qədər. Buradan sonra məsələlər var, işçi hovuz məsələləri. Onları da başqa bir videoda izah edəcəm. Və qeyd etmək istəyirəm ki, növbəti videoda sizin üçün adi və onluq kəsirlərdə, buraxılış imtahanında, blok imtahanında istifadə olunmuş sualların izahını paylaşacağım. Son bir neçə ildə istifadə olunan sualların izahlarını sizinlə paylaşacağım. Kanalı izləməyi unutmayın ki, yeni videolardan xəbərdar olarsınız. Hər birinizə uğurlar.